Dünya getdikcə səssizləşir. Bu balaca isə hələ də qışqırmağa davam edir. Nə turbodur, nə hibrid. Atmosferik mühərrikin 9000 RPM-ə qədər qalxan dövrlər sayının nəriltisidir. Bu sadəcə bir Kayman deyil, bu daxili yanma mühərriklərinin dünyaya yazdığı son sevgi məktubudur. Arxada dayanan 4 litrlik atmosferik ürək, 500 at gücü. Və qulağınızın dibində havanı udan o vəhşi hava çıxışları. İçəridə lüks axtarmayın. Bura salon deyil, bura pilot kabinasıdır. Hər detal, hər fikir bir məqsəd üçün yaradılıb. Hiss etmək üçün. Bu avtomobillə qənaət edir. Yanacağa yox, çəkiyə. Çünki daha sürətli olmalıdır. 0-100 3,4 saniyə. Amma rəqəmlər yalan danışır. Adrenalin saniyə ilə ölçülmür. Vicdansız sarı gözəlçə. Kompromis tanımırsan. Porsche 718 Cayman GT4 RS. Sən qışqırmağa davam elə. Çünki bəzi əfsanələr heç vaxt susmamalıdır.